Mən də hər kəs kimi yanlış yollarla başlamış itirən bir trader idim. Bəs nə dəyişdi ki, o nöqtədən sonra mən irəli getməyə başladım. Bu nəinki mənə, həmçinin tələbələrim də bu şeyləri etdikdən sonra nəticə görməyə başladılar. Bu videoda qazanmaq üçün nələri dəyişməyiniz lazımdır, bunların hamısına bir-bir toxunacağam. Və həmçinin itirmə periyodumda necə itirirdim, bunları da ətraflı izah edəcəm. Bundan əlavə sizinlə oxşar hekayəyə sahib traderləri analiz edəcəyik. Onların etdiyi səhvlər nələrdir, doğrular nələrdir və bərabər bunlardan nəticə çıxaracağıq. Əslində qazanmaq anı sadəcə bir an və bir şey deyil ki, siz onu dəyişdikdən sonra birbaşa qazanmağa başlayacaqsınız. Elə bir şey yoxdur. Mən burada lazım olan 7 dənə əsas formulanı sıralamışam, hansı ki mən sırf bunlara görə bir nöqtədən sonra irəli getməyə başladım. Amma bunlardan əlavə mən birinci başladığım andan etibarən itirmə periyodu haqqında danışmaq istəyirəm. Öz hekayəmi bir kənara qoyuram. Bunu haqqında əlavə videoda danışacağam. Bu videoda sadəcə üzdən keçəcəm ki, nələri eləyərək mən itirirdim. Birinci olaraq başlayanda kriptodan başlamışdım. Kriptoda futures və spot eləyirdim və nəticədə əlimdə olan xırda məbləğləri hamısını itirirdim. Buradan bir müddət davam elədim və uzun bir müddət çabaladım. İkinci itirmə periyodumu Forex market əhatə edir. Hansı ki Forex market hal-hazırda skamlarla doludur. Brokerlar və s. onların iş prinsipi sadəcə öz ciblərini güdürlər. Bu isə ikinci bir böyük tələ idi ki, mən içinə düşmüşdüm. Üçüncü dövrdə içinə düşdüyüm tələ isə Forex Pro firmləri idi. Hansı ki bir çox sərt qaydaları var idi, splitlər var idi, insanı qaydalardan çıxmağa məcbur eləyirdi. Və bir müddətdə bir miqdar pulu bu Forex Pro firmlərdə itirməyə başladım. Ondan sonra itkilərimdə ən çox rolu olan şeylərdən biri də yüksək RR, yəni risk to reward axtarmağa çalışmağım idi. Hansı ki 100 risk atıb 300 götürmək, nə bilim 100 risk atıb 500 və s. profitlər götürməyə çalışırdım. Hansı ki bu da riyazi olaraq sizi geri çəkən faktorlardan biridir. Və növbəti olaraq ən çox məni geri çəkən şeylərdən biri saxta strategiyalarla, şablon strategiyalarla, ICT, smart money konseptlərlə işləmək olmuşdu. Bunlar da məni uzun bir müddət çabalayan vəziyyətdə saxlayırdı. Çünki onların heç bir datası yoxdur, heç bir narrativi yoxdur və bu günə kimi də illər ərzində onlarla qazanan sadəcə bir nəfər belə görməmişəm, səmimi olsam. İndi gəlin dəyişən şeylərə baxaq deməli. Birinci olaraq dəyişən şey başqaları ilə özümü müqayisə edib tələsməyi buraxdım. Özünüzü başqaları ilə müqayisə etdiyiniz müddətdə nəticə görməyəcəksiniz. Çünki bu sizin birbaşa heyvansı hisslərinizi oyadacaq. Hansı ki paxıllıq, özünüzə vaxt qoymaq, riskləri təhdid olaraq görmək, bunlar da ki hər gün marketdə sizə katastrofik nəticələr verəcək. Hər kəsin öz bir fərqli yolu var, hər kəsin fərqli bir hekayəsi var. Bir başqasının 500-cü addımı sizin 5-ci addımınızla qətiyyən eyni ola bilməz. Növbəti olaraq dəyişdiyim şey bu işin nəticəsi olan puldan tamamilə özümü qoparmaq oldu. Hansı ki bütün işlərdə olduğu kimi də burada pul işin nəticəsidir. Birinci siz işi düzgün etməlisiniz, ondan sonra pul onun nəticəsidir. Siz işi düzgün etdiyiniz müddətdə. Marketdəki pul anlayışı tamamilə fərqlidir. Birazdan ona toxunacağam. Və əlavə olaraq gözləntilər və niyyətə bağlılıq hal-hazırda olan davranışlarınıza ciddi mənada təsir göstərir. Hal-hazırda onda fokusunuz qısa müddətli olur və sizin gözünüzdə səhər, o birisi gün və yaxud da növbəti həftə olmur. Sadəcə və sadəcə indi bu gün olur ki, ya bu gün ya da ki heç vaxt. Bu da market əslində belə işləmir. Üçüncü olaraq vacib uğurun təməl daşı mən deyərdim ki, marketdə özümə uyğun modellər tapdım. Order flow və manipulasiyalar istifadə elədim. İlk başlarda Turtle Soup, ondan sonra adi texniki manipulasiyalar, bir müddət sonra da order flow biliyimi təkmilləşdirərək daha da fərqli modellər çıxardım içindən data ilə. Bir narrativ verdim marketə. Hansı ki bu modellərin yüksək win rate var, aylarla, illərlə sübut olunmuş modellərdir və arxasında güclü səbəblər var. Ona görə də sizə ən böyük məsləhətlərimdən biri də order flow-a keçməyinizdir. Birinci konseptləri order flow anlayışlarını öyrənin. Hansı ki kanalda bununla bağlı təməl anlayışlar üçün videolar hazırlamışam.
Ondan sonra data yığaraq öz modelinizi çıxarmağa baxın. Əlavə olaraq da bəzi modelləri eyni zamanda məndən öyrənə bilərsiniz. Mən hansı ki, konkret bir narrativi birbaşa sizə verirəm, heç bir əziyyətsiz. Və mən deyərdim ki, ən vacib dönüş nöqtəsindən biri də o oldu ki, risk rewardumu azaltdım. 1-in 1-ə, 1-in 1,5-ə, maksimum 1-in 2-yə. Və əksər əməliyyatlarımın hamısı da hal-hazırda 1-in 1-ə ererdədir. Çünki mənim win rate'im yüksəkdir və yüksək win rate'imə görə də ki, risk reward mənim üçün elə bir məna ifadə eləmir. Ən əsas da əlavə verəcəyim bir məsləhət odur ki, Forex yox, futures prop firmlərdə ticarət edin. Hansı ki, onlarda heç bir spread yoxdur, datası tamamilə regulate olunur, sizin əlinizdə dəqiq order flow datası olur. Amma digər forex brokerlarda, liquidity providerlarında data adətən regulate olunmur və dəqiq deyil. Mənim futures'a keçməyim isə ikinci böyük bir dönüş nöqtəsi olmuşdu. Növbəti olaraq deməli əməliyyatlar arasında heç bir əlaqə qurmadım. Hər əməliyyat random və müstəqil olduğunu qəbullandım. Bunu qəbullanmaq ilk başda bura başlayan gələnlər üçün çox çətin bir şeydir. Çünki öyrəşməyiblər. Həyatda çünki buna bənzər bir iş yoxdur. Bura bütün işlərdən fərqlidir. Burada hər əməliyyata yanaşma tamamilə fərqlidir. İnsan beyni əlaqə qurmağa meyllidir. Amma ki, burada heç bir əlaqə yoxdur marketdə. Və bu əlaqə qurmaq nümunə olaraq indi göstərəcəm ki, necə pis nəticələrə gətirib çıxarır. Deməli, burada nümunəyə baxın. Deyək ki, siz hesab götürübsünüz və birinci əməliyyatda $200 balansınız yuxarıdadır. Növbəti əməliyyata gəldikdə isə, əgər ki siz əməliyyatlar arasında hesabınıza çox bağlısınızsa, bunu sizə necə təsir edəcək? Növbəti əməliyyatda çalışacaqsınız ki, dəqiqlik axtarasınız. Hansı ki, market qeyri-müəyyənlikdir tamamilə. Dəqiqlik axtaranda da daha çox həyəcanlı olacaqsınız və itkiləri təhdid olaraq görəcəksiniz. Bu halda emosional beyniniz aktivləşəcək. Bu haqda əlavə məlumat verdiyim bu dərsə baxa bilərsiniz kanaldan keçib. Eyni zamanda hamınıza məsləhət görərdim ki, Mindfulness seriyasını başdan ayağa bitirin. Playlist'i videonun açıqlama hissəsində yerləşdirəcəm. Hə, deyək ki, birinci əməliyyatda 200 xeyirdesən, ikinci əməliyyatda gəlib də 200 ziyanda olduqda artıq sən sıfıra düşdün deyə normal olaraq bu sənə əzab verəcək. Çünki insan əslində həyatda necədir? Bir şey qazanıb sonra itirəndə daha çox əzab çəkir. Nəinki o şeyə heç vaxt sahib olmasa, heç onun üçün bir məna ifadə eləmir. Marketdə də əgər bunu tətbiq eləməyə çalışsanız, itki və qazanclara bu cür anlam yükləməyə çalışsanız, dəqiqlik axtarmaqdır, sonra hər əməliyyatın bir-birindən asılı olmağı, ondan sonra hər şeyi itirmək qaçınılmaz olacaq. Nəticə olaraq 3-cü əməliyyata gəldikdə isə artıq sizin gözünüz qorxunun gözü ilə baxacaq marketə. Şübhənin, narahatçılığın, daxili kriteriyanızı sustura bilməyəcəksiniz. Və nəticədə götürəcəyiniz əməliyyatlar o qədər də yaxşı, yüksək ehtimallı və plana uyğun olmayacaq. Arda-arda daldala böyük itkilərə səbəb olacaq. Çünki bunlar ona təsir eləmişdi. Amma halbuki bütün əməliyyatlar bir-birindən qeyri-asılı olmalıdır marketdə. Və bu isə bir növ sizi tərəfsizlik hissinə gətirir. Hansı ki, marketdə ən yüksək performansınızda icraat eləmək üçün tərəfsizlik hissi çox vacibdir. İtkilər və qazanclar arasında heç bir fərq qoymursunuz. Vacib olan şey sadəcə işi düzgün etməkdir. 5-ci olaraq dəyişdiyim ən vacib şey isə marketə, bu sahəyə, uğura, ondan sonra modelə və s. olan inanclarımı dəyişmişdim. İnanclarımı və qavrayışlarımı dəyişmişdim. Çünki həyatdan gətirdiyiniz beyin, inanclar və qavrayışlar marketdə sizə çox pis nəticələr verəcək. Çünki market tamamilə bir qavrayış və inanc sistemi tələb eləyir. Bu inanc və qavrayış sistemi bu videonun mövzusu olmasa da, bəzi cüzi nümunələr çəkmək istəyirəm məsələn. Məsələn, uğura qarşı olan inancda, əvvəllər məsəl üçün uğursuz bir traderin uğura qarşı olan inancı payout almaqdırsa, qazanmaqdırsa, bu kimi şeylərdirsə, amma əslində buradakı gerçək uğur o deyil. Buradakı gerçək uğur birinci düzgün trader olmaq və işin düzgün ediliş modelini qavramaqdan keçir. Və növbəti olaraq uğur anlayışında burada çatılacaq heç bir yer yoxdur. Burada heç bir trader heç yerə çatmır. Bütün hər kəs marketə hər səhər yeni sıfırdan girir. Sıfır PNL ilə girir.
hər səhəri eyni başlayır, heç yerə çatmır. Sadəcə olaraq davamlılığını qoruyur. Gündən günə bu heç yerə çatmaq demək deyil. Yəni siz irəli belə getsəniz, nə qədər qazansanız belə bu harasa çatmaq deyil. Harasa çatmaq anlayışının və inancının özü marketdə pis nəticələr verəcək. Çünki özünə dəyər biçmə portları, özünü advokat hiss eləmək məsələləri bununla əlaqələnsə, bu haqda da yenə deyirəm, əlavə dərs paylaşmışam, mindfulness hissəsindən keçib baxa bilərsiniz. Bu advokatlıq və özünə dəyər biçməni profitlə, yəni qazancla əlaqələndirsə beynin, bu zamanda itkiləri böyük bir təhdid olaraq gördüyü üçün qısa müddətdə 10 dəqiqə ərzində emosional davranıb da verməməsi gərəkli olan qərarlar verəcək. Ona görə də burada uğur inancını başda dəyişməlisiniz. Burada uğur harasa çatmaq və yaxud da qazanc deyil, düzgün trader olmaqdır. Impartial, tərəfsiz hiss eləməkdir, düzgün dataya sahib olmaqdır və düzgün icraat eləyə bilməkdir. Və bunu gündən günə davamlı olaraq eləməkdir. Hər dəfəsində köhnə travmatik tərəfinizə yıxılanda, travmatik yaddaşınıza yıxılanda yenidən lazım olan yaddaşa qayıtmaqdır. Burada girsə uğur. Birazdan bu haqda danışacağam. Növbəti olaraq əsas dəyişən şeylərdən biri şəxsiyyətimi və ya özümü məni limitləyən inanclardan ayırmaq oldu. Hansı ki, başa düşməlisiniz ki, o inanclar sizi təmsil eləmir. O inanclar siz deyil, o düşüncələr siz deyil. Çünki beyninizdə nə qədər qazansanız belə, hər dəfə beyninizdə bir səs olacaq. Deyəcək ki, hər dəfəsində yetəri qədər yaxşısanmı, sən yetəri qədər yaxşı deyilsən, daha çoxunu eləməlisən, sənin bəxtin gətirdi, sən heç vaxt bacarmayacaqsan, gördünmü, yenə itirdin, sənin üçün heç vaxt yaxşı şeylər baş verməyəcək. Bu səslər və inanclar uşaqlıqdan bəri beyninizdə formalaşıb həyat təcrübənizə əsasən və marketdə də onlar heç yerə getməyəcək. Və marketdə əgər şəxsiyyətinizi, yəni bu düşüncələri, bu inancları özünüzdən ayırmasanız və qəbullanmasanız ki, bunlar əslində məni təmsil eləmir, o zaman onların səsinə özünü qapdırıb da qısa müddətli yenə yanlış qərarlar verəcəksiniz. Bu mövzuda da yenə ətraflı danışdığım video Mindfulness seriyasında Inner Critic və Adapted Voice dərslərindədir. Və sonuncu və ən vaciblərdən biri olaraq beynimin və öz üstümdə fərqindəlik saxlamağım oldu. Bu fərqindəlik nəyə bənzəyir? Elə düşünün ki, sanki beyniniz bioloji bir orqan olaraq sadəcə sizə bitişikdir, amma siz o beyniniz deyilsiniz. Siz sadəcə onun müşahidəçisisiniz. Və bu anda siz həmişə müşahidə edə bilirsiniz ki, nə vaxt doğru, yanlış bir inanc sisteminin içindəsiniz, köhnə yaddaşınıza qayıdıbsınız, nə vaxt düzgün yaddaşınızdasınız. Bunlar çox vacibdir. Çünki insan necə deyim, köhnə vərdişlərinə qayıtmağı an məsələsidir. Bircə dənə itki görən kimi yenə hesabını itirəcək. Nə qədər özünə qaydalar qoysa, nə qədər belə özünə sərt davransa belə yenə də eyni səhvləri etməyə davam edəcək. Heç bir trader sadəcə qabağına bir lövhə ilə qaydalarını yazaraq, lap o şeydir, şablon qaydaları izləyərək belə uğurlu ola bilməz. Çünki burada ən başlıca düzgün qavrayış və inanc sistemi formalaşdırmaq lazımdır marketə və bu yaddaşınızın bir yerinə hopmuş olur. Hər dəfəsində köhnə vərdişlərə qayıtmaq, itkiyi görəndə özündən çıxmaqsa o heç yerə getmir. O yaddaş və o inanclar sizin bir yerinizdə komfort zona kimi durur. Siz nə qədər hər dəfəsində buna qayıtsanız belə, düzgün olan davranışlara, düzgün trader modunuza qayıtsanız belə, köhnənin içinə yıxılmaq an məsələsidir. Və bu mən düzgün olan şeyi mən bir növdə stansionar vəziyyət sayıram. Hər dəfəsində beyniniz özündən çıxıb köhnə vərdişlərə qaydanda siz stansionar vəziyyətə qayıdaraq trade edirsiniz. Bir əməliyyat götürəndə özünüzdən çıxanda, özünüzü çox pis, bərbad hiss eləyəndə, yenə şübhəci, narahat, qorxu ilə yanaşanda marketdə bilirsiniz ki, artıq köhnə yaddaşa və köhnə inanc sisteminə qayıdıbsınız və yenə tərəfsiz və tam belə hər şeydən qeyri-aslı, müstəqil stansionar vəziyyətinizə qayıdırsınız və bu olur sizin düzgün işin ediliş modeli. Hər dəfəsində köhnə travmatik yaddaşa yıxılanda, itkilərlə özündən çıxmış, uğurun payout olduğunu düşünən, dünənlə əlaqə quran, hansı ki burada əlaqə qurmaq qətiyyən olmaz. Çünki növbəti əməliyyata, əvvəlki əməliyyatların heç bir təsiri yoxdur və market tamamilə qeyri-müəyyənlikdən ibarətdir. Sizin tək avantajınız modelinizdir, körpünüzdür ki, o qeyri-müəyyənliyin
içində yüksək ehtimallı yerləri götürəsiniz və marketin özü modeldən xəbərsizdir. Bu da eyni zamanda marketə qarşı olan inanc sistemlərindən biridir. Market modeldən xəbərsizdir. Market strategiyadan xəbərsizdir. Və eyni zamanda marketin tutumu yoxdur ki, özü belə gələcəkdə nə olacağını görsün. Ya market bir tərəfə gedəcək, ya da onun əksinə gedəcək. Bu iki haldan mütləq ki biri olacaq. Yəni ki, onun sizlə bir alıb verəcəyi yoxdur. Yayaq da sizin itirməyinizi istəmir. Sizin qarşı tərəfdə olan market iştirakçıları belə özlərinin tutumu yoxdur ki, gələcəkdə nə olacağını görsünlər. Və bu fərqindəlik bir növ buna bənzəyir. Hər dəfəsində köhnə tərəfə yıxılanda yenidən özünüzü yeni olan və düzgün olan trader vəziyyətinizə qaytarmaq. Gəlin indi deməli bəzi traderlərin hekayəsinə nəzər salaq ki, onlarda əsas uğursuzluqlarına səbəb olan başlıca şeylər nədir? Və ən sonda da uğurlu olan bir neçə traderin hekayəsinə baxacağıq ki, nələr dəyişdikdən sonra onlarda da artıq nəticə görməyə başladılar. Və buna keçməzdən əvvəl bunu da qeyd edeyim ki, bu videoda sadəcə olaraq ümumi üstündən getdim. Daha dərin öyrənmək istəyirsinizsə, kanaldakı növbəti videolara ətraflı baxa bilərsiniz. Deməli, bəzi hekayələrə baxacağıq. Bunlar eyni zamanda sizə çox yaxşı təsir eləyəcək, çünki içindən burada izah edəcəyim dərsləri öyrənəcəksiniz və onların da hekayəsindən özünüzə nəticə çıxara biləcəksiniz. Deməli, video uzanmasın deyə mən çox dərinliyinə getməyəcəm, hamısını bir-bir oxumayacağam. Sadəcə əsas məsələlərə toxunacağam hər kəsin hekayəsində. Deməli, ilk traderin hekayəsində sonuncu cümləyə fikir verin. Fon psixologiyasına necə hazır olacağımı bilmirəm, necə bir psixologiyada olacağımı bilirəm, amma sanki o səviyyəyə çata bilmirəm, o hissə girə bilmirəm. Deməli, bu traderin üzləşdiyi ən başlıca vəziyyətlərdən biri inanclarıdır. Çünki onu limitləyən inanclar, hansı ki deyir ki, sən hələ də ora çatmayıbsan, sən hələ də o vəziyyətdə deyilsən. Burada çünki beyin hər dəfəsində elə bilir ki, çatılacaq bir yer var, çatılacaq bir hədəf var. Amma xeyr, burada çatılacaq heç bir yer yoxdur. Siz sadəcə olaraq həmin günkü stansionar vəziyyətinizə qayıtmalısınız. Hansı stansionar vəziyyətdə ki, marketə qarşı anlayışınız, qavrayışınız, inancınız düzgündür və sizin güvəndiyiniz, sizə rahatlıq verən konkret modeliniz var. Konkret datanız var. Siz bilirsiniz ki, qiymət hərəkətində bu şey təkrarlanır və sizin statistiki olaraq əlinizdə sübut var ki, bu işləyir və siz heç bir narahatçılıq keçirmədən hər əməliyyata müstəqil və tərəfsiz yanaşaraq bunları götürməyə davam edirsiniz və nəticədə özünüzdən qeyri-ixtiyari irəli getdiyinizi hiss edəcəksiniz. Deməli, növbəti traderin hekayəsinə baxaq. Burada məsələ necədir? Hər şey yaxşı gedib, amma ki, bir nöqtə gəlib ki, sadəcə bir gün, 2 gün bütün effortlarını sabotaj eləməyə kifayət eləyib. Bu da eyni zamanda bunun əsas səbəbi başlıca oradadır ki, inner kritikin onun özü olduğunu zənn eləyib. Yadınızda saxlayın ki, insan bir növ eləcə negativ yargılama maşınıdır beyni. Həyatdakı hər şeyin içində bir dənə negativliyi axtarmağa yönümlüdür. Və burada da eyni zamanda siz nə qədər yaxşı gedirsinizsə gedin, nə qədər yaxşı olursunuzsa olun, onu doyuzdurmaq heç vaxtı kifayət olmayacaq və sadəcə 1-2 içki kifayət eləyəcək ki, sizin potensialınızı sabotaj eləsin. Normalda sizin potensialınız bu cür qazanmağa kifayətdirsə, o inner kritik orada olduğu müddətcə biraz 3 addım irəli gedəndə, 1 addım geri gedəndə artıq sizə şübhə, narahatçılıq, içinizə bir yanğı dolacaq, əzab dolacaq və ondan sonra növbəti əməliyyatın mükəmməl olmağına çalışacaqsınız. Növbəti əməliyyatda itirməməyə çalışacaqsınız. Və market elədir ki, siz əgər qazanmaqdanca itirməməyə çalışsanız, itkidən qorxsanız, itirmək ehtimalınız da çox olacaq. Niyə? İndi izah edirəm. Deyək ki, siz buradan giribsiniz əməliyyata. Hədəfiniz baxın bu yuxarıdır, stop qoyduğunuz yerdə aşağıdır. Deyək ki, qrafik gedir. Hədəfə biraz çatmamış, sizə həyəcan gəlir, narahatçılıq gəlir ki, ayda stopu biraz daha aşağı çəkim, stopu buralara çəkim, birdən gələr də stop eləyər. Və bu zaman nə olacaq? Qiymət hər zaman mükəmməl hərəkət eləmir hədəfə doğru. Qiymət biraz da aşağı belə dönəndə qorxacaqsan, stopu buralara çəkəcəksən, gəlib az profitdə bağlanacaq. Uzaq başı burada olacaq 20-30 profit elə deyilmi? Ondan sonra gedəcək qiymət hədəfə çatacaq və təəssüf
keçirəcəksən ki, kaş ki bağlamasaydım. Və yaxud da nə olacaq? Qiymət belə hədəfə getdiyi yerdə, məsəl üçün, burada tutaq ki, girişin aşağıdadır, hədəfə gedir. Ondan sonra stopa qiymət qaydanda stopun yerini birazca da aşağı çəkəcəksən, elə biləcəksən ki, hər dəfəsindən qaydacaq, amma qiymət qayıtmasa da sənə bir dənə əməliyyat böyük bir itkiyə səbəb olacaq. Yəni qiymətin hərəkəti randomdur. Yəni ola bilər ki, sizin hədəfinizə çatmamış stopa qayıtsın, stopa toxunmadan sonra getsin hədəfinizə. Ola bilər ki, girişinizdən başlayıb biraz stopa yaxınlaşsın, stopa toxunmadan getsin hədəfinizə. Amma bu qiymətin hədəfə və yaxud da stopa çatmadan keçirdiyiniz hisslər, həyəcanlar və qərarlar yanlış icraatlara səbəb olacaq. Bu yanlış icraatlara bunlar bəzi daxil olan şeyləri saydım. Əlavə olaraq onu mütləq qeyd etmək istəyirəm ki, itirməməyə çalışmaq elə itirməyin qarantisidir. Çünki itkidən qorxmaq, itkiyi təhdid olaraq görəndə emosional beyniniz onu necə deyim, hansısa bir sizə yeyəcək bir şey olaraq görür. Və bu zaman da verəcəyiniz qərarlar artıq sizdən asılı olmur. Çünki beyninizə oksigenlə qlükoza kəsilir, əzələlərinizə şey gedir, hansı ki beyin onu təhdid olaraq qəbul etdiyi üçün bu bizim bioloji prosesimizdir və bu andan sonra sadəcə olaraq siz qorxunun gözü ilə marketə yanaşacaqsınız. İtkilərinizi tez kəsəcəksiniz və yaxud da normalda itirən əməliyyatlarda itirəcəksiniz. Hədəfə gedən əməliyyatlarda isə yenə itirəcəksiniz. Çünki itirməməyə çalışmağa o qədər fokus olursunuz ki, görürsünüz ki, əməliyyatlar hədəfə getdi, siz yenə də itiribsiniz və yaxud da bir dənə əməliyyat bütün 5 dənə itkiyi yudu, hansı ki, siz orada yanlış şeylərə fokus olursunuz. Növbəti bir traderin gəlin hekayəsinə baxaq. Deməli, burada əsas problemlərindən biri o olub ki, Forex pro firmləri ilə gedib bir müddət irəliləyib, hansı ki, onlar da skam çıxıb, hesabı verməyib, onları aldadıb. Hansı ki, mənim tək məsləhətim odur ki, sadəcə Futures pro firmlərinə üstünlük verin. Çünki onlar Forex pro firmlərindən hər şeyinə görə qat-qat üstündür. Forex pro firmlər mən deyərdim ki, sadəcə onların cibini dolduran böyük bir biznesdən ibarətdir. Ondan sonra bunun əsas problemlərindən biri olub ki, bir müddət ICT ilə çabalayıb, hansı ki, bu normaldır. Çünki mən belə deyim, ICT ilə qazanan, yəni ki, bu şablon yanaşmalarla qazanan indiyə kimi bir nəfər belə, baxın, sərt formada deyirəm, bir nəfər belə görməmişəm. Sadəcə olaraq texniki manipulyasiya tərəfindən işləyib də, sonradan qrafiki bəzəyib də adına ICT qoyanlar görmüşəm. Onlar da cüzi qazanır, birin-birə eləyirlər. Amma sırf ICT traderləri heç vaxtı qazanan görməmişəm mən burada. Və bu dostumuz hal-hazırda düzgün yordadır. Order flow konseptlərini öyrənir, grafikə baxır və data toplayır. Mən deyərdim ki, artıq bu düzgün yola düzəldiyinə görə bir müddətdə digər əsas məsələləri də tətbiq etdikdən sonra şəxsiyyətini düşüncələrindən və inanclarından ayırıb, müşahidəçi modunda marketə düzgün inanc və qavrayış sistemləri ilə yanaşsa, artıq onun üçün uğur qaçınılmaz olacaq. Növbəti bir traderinin əsas məsələsi, problemi ürək döyüntüləri sürətlənir. Bu nə deməkdir? Marketin qeyri-müəyyənliyi. Marketin qeyri-müəyyənliyi həyəcan verir. Yüksək gözləntiyə sahibdir. İtkinin verdiyi böyük bir qorxu var. Və bu qorxu nələrə səbəb olur? Nələrə səbəb ola bilər? İtirməyə, itirməkdən qaçmaq, itirməyə səbəb olur. Və bu qorxu nəyə səbəb olub? Həmin trader dostumuz da burada yazıb. Əməliyyata gedən, hədəfə gedən əməliyyatlarda belə tez bağlayır, sonra qiymət yenə hədəfə gedir. Bu normal, bilirsiniz, normal olmayan nədir burada? Siz itirdiyiniz əməliyyatlarda onsuz da birbaşa itirirsiniz. Potensial qazanclı olacaq əməliyyatlarda isə qazancı heç nədən kəsirsiniz. Buna ən başlıca səbəb olan şey isə marketin qeyri-müəyyənliyini qəbullanmamaq, hansı ki, içində dəqiqlik axtarmaq, mükəmməliyyətçilik axtarmaq və itirməkdən qorxmaq. Hansı ki, itkilər təhdid olaraq görünməməlidir və qazanca, itkiyə qarşı tamamilə sərbəst və tərəfsiz yanaşmalısan və bu tərəfsizliyi içində rahatlıqla, müstəqilliklə hiss etməlisən. Bunun ən yaxşı yollarından biri də ki, sadəcə həmin əməliyyata fokus olmamaq. Traderlər deməli sadəcə ilk 2-3 əməliyyata o qədər fokus olur ki, gələcək potensialında qazanmaq olsa belə 1-2-3 əməliyyatın içərisində dəqiqlik axtardığı həyəcan, xırdaçılıq ilə get-gedə onları itirməyə başlayır. Amma halbuki siz hər əməliyyatda sanki elə yanaşmalısınız ki, bu sadəcə sizin gələcəkdə götürəcəyiniz, sizin bu andan sonra götürəcəyiniz
1000 əməliyyatdan biridir bir il ərzində. Məsələn, belə düşünməlisiniz. Bu halda nə hiss edəcəksiniz? Rahatlıq. Çünki bilirsiniz ki, bu sadəcə bir müstəqil, qeyri-aslı bir əməliyyatdır. Hər şeydən qeyri-aslı bir əməliyyatdır. Nəticəsi randomdur. İtki də ola bilər, qazanc da ola bilər. Mənim körpəmə və statistikama görə mən yüksək ehtimallı olacaq hərəkətin yanındayam. Nəticə məndən asılı deyil. Bir trader qətiyyən nəticəni idarə eləyə bilməz. Bir traderin idarə edə biləcəyi tək şey hal-hazırda olan davranışları və hansı yaddaşla, hansı qavrayış və inanc sistemi ilə marketə baxdığıdır. O andan sonra deməli bir şeyin üstünə yüklənən emosiyanı da artıq o seçə biləcək. Yadınıza saxlayın, insanlar emosiyadan qurtula bilməz həyatı boyunca. Amma bir şeyin, bir obyektin, bir sahənin üstünə yüklənən emosiyadan qurtulmaq olar. Necəmi? Ona olan yaddaşı, qavrayışı və inancı dəyişərək, fərqli düşünərək, onun üstə yüklədiyiniz qorxu, narahatçılıq, niyyət, şübhədən qurtula bilərsiniz. Artıq çünki tamam düzgün bir yaddaşa sahib olursunuz. Düzgün bir qavrayış sisteminə sahib olursunuz beyninizdə və hər dəfəsində marketə o yaddaşı çağırırsınız. Fərqindəliyinizdə marketə qarşı o inanc sistemi qalır. Daha bir növbəti traderin hekayəsində deməli əsas problemlərdən biri siqnal qrupu məsələsiymiş. Mən yenə deyirəm, indiyə kimi həmçinin mən heç bir qazandıran siqnal qrupu görməmişəm. Əgər görsəm ki, əgər bilsəm ki, həqiqətən qazandıran bir siqnal qrupu var, mən bütün tələbələrimin də hamısını mentorluqdan çıxardaram, pulunu verib, özüm də artıq qrafiki bağlayaram ki, mən nəyimə lazımda əziyyət çəkirəm. Girərik hamımız həmin adamın siqnal qrupuna, rahatca əlim cibimdə, aha bildiriş gəldi, əməliyyata girərəm də qazanaram. Amma mən bu illər ərzində bir nəfər belə olsun, çıxıb irəliyə demir ki, mən siqnal qrupundan qazanıram. Və əgər varsa, aşağıda kommentlərdə yaza bilərsiniz ki, həqiqətən belə bir siqnal qrupu var ki, mən oradan qazanıram davamlı olaraq. Və yazıb ki, ondan sonra, bir ay sonra siqnal qrupunun ödəniş limiti bitdi. Hansı ki, bu da çox belə pis bir şeydir ki, siz özünüzə vaxt limiti qoyursunuz və s. Hər haradasa, hansısa bir kursda, hansısa bir siqnal qrupunda, hansısa bir yerdə vaxt limitinin olması əslində mənfi təsir edəcək, emosional edəcək şeylərdən biridir. Ona görə də ki, mən hansısa bir vaxt limitinə, darlayıcı bir məsələyə qarşıyam. Traderlər tamam sərbəst olmalıdır marketdə. Hansısa özlərinə vaxt qoymamalıdırlar, müqayisə eləməməlidirlər və hər günə müstəqil yanaşmalıdırlar. Əlaqə qursalar ki, yox, fərqli şeylər təsir eləsə ki, həmin günə, nə bilim, fon hesabının vaxtı bir gün sonra bitir, bu gün keçməliyəm və s. Marketdə aslı olmayan şeyləri aslı eləməyə çalışsanız, o zaman yenə nəticə çöküşdən fərqli olmayacaq. Növbəti olaraq gəlin indi bir dənə əslində uğura doğru gedən bir traderin və payouta çatmış bir traderin ümumi hekayəsinə baxaq. Əsas gündəliyinə baxaq. Bunları video uzanmasın deyə mən oxumuram, amma siz dayandırıb da mütləq çalışın ki, bütün hamısını oxuyasınız. Və burada mənim diqqətimi çəkən və əsas məsələlərdən biri odur ki, özümdən aslı olmayaraq dashboard qalıqdır. Vacib məsələlərdən biri də budur. Sizdən aslı deyil, irəli getmək. Siz irəli getməyi idarə edə bilməzsiniz. Siz bu bir yanılğıdır ki, marketdə nəticələri idarə edə bilərsiniz. Xeyr, nəticələri siz qətiyyən idarə eləmirsiniz. Nəticələr tamamilə sərbəstdir. Yəni qrafikiniz, hesabınız irəli gedirsə, siz onu nəticəni idarə etmirsiniz. Sizin idarə etdiyiniz şey o andakı beyniniz və davranışlarınızdır. Bunu idarə edə bilərsiniz, amma nəticəni idarə edə bilməzsiniz. Nəticəni idarə etmək yanılğısı sizi emosional eləyəcək. Dəqiqlik axtaracaqsınız, itkilərdən qaçmağa çalışacaqsınız. Hansı ki, hazırki etməyiniz gərəkən olan proses tamamilə darmadağın olacaq. Sonra növbəti bir nöqtə isə bu uğurlu bir traderin belə bütün traderlərin başına gəlir. O şübhə, narahatçılıq, görəsən sabah qazana biləcəmmi? Amma əsasən burada sağ qalıb stansionar vəziyyətə qayıtmaqdır. Mənim üçün əsas dərs həyatda qalmaq oldu. Çünki hesabda bircə həftə break-even də keçdi, amma sonraki həftədə hesabı keçdim. Əsas məsələ də budur elə burada. Çünki hər dəfəsində köhnə, o narahat, həyəcanlı
travmatik yerə yıxılmaq asandır və bir traderin əsas işi burada olur ki, hər dəfəsində cızından çıxanda şübhə, narahatçılıq, həyəcan, ürək bulanmanın içinə düşəndə beyni ilə qayıtsın da geri addım atıb məşğul olsun və növbəti gün yenə marketə düzgün beyinlə qayıtsın və etməsi gərəkəni düzgün eləsin. Və bunu etdikdən sonra da həmin trader davamlı olaraq dashboardunun qalxdığını görüb. Amma vacib məsələ burasındaydı ki, bu ondan aslı olmayaraq olurdu. Elə bir his verirdi ki, bu ondan aslı deyil. İrəli getsəniz sizdə də həmin his mütləq olacaq. Sanki sizdən aslı deyilmiş kimi. Sanki təbiəti olaraq sadəcə etməyiniz gerəkəni eləyəndə yüksək ehtimallı əməliyyatları itki və qazancdan asılı olmayaraq tərəfsiz şəkildə icra eləyəndə itkiləri nə bilim itirməməyə çalışaraq break-evenə çəkməkdir, dar stoplardır, sonra yüksək riskdir, bu kimi şeylərdənsə düzgün execute edəndə siz də hiss edəcəksiniz ki, artıq əgər datanız da varsa, modeliniz də varsa, hesabınız sizdən asılı olmayaraq, sizdən qeyri-aslı olaraq, davamlı olaraq irəli gedəcək. Ümumi bu videodan bu qədər. Əgər məsəl üçün əlavə bu sıfırdan başlayan traderlər üçün yol xəritəsi ilə bağlı video istəyirsinizsə, burada yuxarıda kartlarda yerləşdirəcəm, videonun sonunda da yerləşdirəcəm. Burada deməli yol xəritəsindən danışacağam, ən çox edilən səhvlərdir və s. Daha doğrusu danışmışam. Nələrdən uzaq durmalısınız, nələr öyrənməlisiniz. Öz kanalımda olan playlistlərə xəritə çəkmişəm və burada işin əsas ediliş modelindən və s. danışmışam bir qədər. Keçib o videonu da izləyə bilərsiniz.